Elgün İbrahimov mayın 12-sində saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarıb. Bundan sonra Elgün İbrahimov Gəncə şəhərində yerləşən Naxış çay evində tanışları ilə görüşüb, birlikdə spirtli içki qəbul edib. Saat 19:40-da həmin yeri onlarla birgə tərk edib. Abbas Səhhət adına bir sayılı şəhər xəstəxanasının qarşısına gələrək orada tanışlarından ayrılıb. Həmin vaxt Elgün İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməyib. Daha sonra Elgün İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb, əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri Məmməd Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda gedib. Qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çox sayılı xəsarətlər almış. Saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilib. May ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölüb. Bir daha xatırladılır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında həyata keçirilməli. Xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanuna uyğun davranılmalıdır. Mediadan, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaları yaymamaları xahiş olunur, deyə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd olunur. Dəyərli izləyicilərimiz, təcili xəbəri diqqətinizə çatdırdıq. Təşəkkür edirik.